Ola bilsin ki, bunu Əlixan Musayev elə özü gedə bilməyən yerlə Əlixan Musayev bunu soxuşturur. O da ola bilər. Çünki bunlar Əlixan Musayevlə bu illərlə bu Kuveytdə bağlanan təşkilatın nümayəndəsi idi. Veysel Orucov İhya-Turas təşkilatının Gürcüstan nümayəndəsi idi. Və Əlixan Musayev də Azərbaycan nümayəndəsi idi. O təşkilat bilirsiniz 2001-ci ildə Azərbaycana bağlanıb, amma bunlarla işləyirdilər. O təşkilat da artıq Kuveytlərə bağlandı. Radikallığı maliyyələşdirdiyinə görə. Çünki təşkilatın bir qolu, cihadist qolu Suriyə dəstəyi verirdi, maliyyə dəstəyi və pullar da bilirsiniz haralara getdi. Bunlar bu Əlixan Musayevlə, bu Veysel Orucov o qrupla işləyənlərdəndir. Yəni bu insan saxtakardır, maşennik. Din adı altında hər şey var. Təkfirçilik, xavaric, işitçilik. Yəni sənə görə nə istəyir danışsın.